Hər kəsə salam. Bu gün sizlərə çayın yanında 10 dəqiqəyə hazır olan çox möhtəşəm bir pankek resepti bölüşürəm. 2 yumurtanın üzərinə 1 çimdik duz, 1 paçka şəkərli vanil, 3 yemək qaşığı şəkər tozunu əlavə edib yaxşıca qarışdırırıq. Yaxşıca qarışdırdıqdan sonra üzərinə 1 stəkan süd, 1 stəkan un və 1 paket qabartma tozunu əlavə edirik. Əlavə etdikdən sonra ələkdən keçirdirik. Ələkdən keçirdiyimiz qarışımı yaxşıca qarışdırırıq. Qeyd edeyim ki, yaxşıca qarışdırın ki, topaq-topaq olmasın. Çünki topaq-topaq olarsa, pankekinizi bişirən zaman bir tərəfi çiy, bir tərəfi bişmiş ola bilər. 2 ədəd bananı götürürük. 2 ədəd bananı nazik dilim şəklində kəsirik və kəsdiyimiz bananları pankek qarışımının içərisinə əlavə edib qaşıq vasitəsilə tavaya töküb bişiririk. İstəsəniz qəliblərdən istifadə edə bilərsiniz, dairəvi, ulduz, ürəkli. Yəni mənim qəlbim olmadığı üçün istifadə etməmişəm. Qeyd edeyim ki, mən servis zamanı üzərinə şokolad sosu ilə birlikdə servis etmişəm. Şokolad sosunu da özüm hazırlamışam. Bu da sizə maraqlı olarsa, bunu başqa bir reels videosu ilə sizin üçün paylaşaram. Qızlar, həqiqətən çox dadlıdır. Əgər evinizə qonağınız gəlirsə, 10 dəqiqə içərisində hazırlayıb servis edə bilərsiniz. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Hazırlayacaq hər kəsə indidən nuş olsun. Hələlik.